Din dövlətdən ayrıdırmı, yoxsa biz dini yanlış anlayırıq? Müasir dünyada ən çox müzakirə olunan mövzulardan biri dinlə dövlət arasındakı münasibətdir. Bir çox insan din dövlətdən ayrıdır və ya ayrı olmalıdır fikrini müdafiə edir. Din həqiqətənmi dövlətdən ayrıdır, yoxsa biz dinin mahiyyətini yanlış anlayırıq? Tarixi və hüquqi reallıqlara diqqət yetirsək, görərik ki, müasir dövlətlərin qanunvericilik sistemləri, konstitusiyalar, cinayət və mülki hüquq normaları təsadüfi şəkildə formalaşmayıb. Onların dərin kökləri səmavi dinlərdə, Tövratda, İncildə və Quranda ifadə olunan universal əxlaqi prinsiplərdə dayanır. Bu prinsiplər ədalət, dürüstlük, insan həyatının və ləyaqətinin toxunulmazlığı, haqsızlığın və zorakılığın qadağan edilməsidir. Əgər bu sabit və dəyişməz prinsiplər olmasaydı, insan cəmiyyətləri yaxşı ilə pisi, haqqı haqsızlıqdan ayırd etməkdə daim çətinlik çəkərdi. Çünki yalnız insan iradəsinə və ya cəmiyyətin müvəqqəti razılığına əsaslanan qaydalar nisbi və dəyişkəndir. Tarix bu həqiqəti saysız-hesabsız misallarla sübut edir. Qədim dövrlərdə qız uşaqlarının diri-diri torpağa bastırılması bəzi cəmiyyətlərdə adi və ya zəruri hesab olunurdu. Köləlik isə Roma, Yunanistan və bir çox digər sivilizasiyalarda qanuni və iqtisadi təməl kimi qəbul edilirdi. Bugün həmin əməllər bütün dünyada insanlığa qarşı ən ağır cinayətlər kimi qiymətləndirilir. Səmavi kitablardan biri olan Quranda bu cür haqsız tətbiqlərə qarşı qəti mövqe qoyulur. Qız uşaqlarının və ümumiyyətlə günahsız insanın öldürülməsini şiddətlə pisləyir. Köləliyi birdən-birə qadağan etməsə də, gül azad etməyi ən yüksək savab əməllərindən biri kimi təqdim edir və əsirlərlə hümanist davranmağı buyurur. Ya qarşılıqsız azad etmək, ya da fidyə ilə. Bu tədrici yanaşma o dövrün sosial-iqtisadi reallığını nəzərə alırdı. Ola bilsin ki, ani qadağa cəmiyyətin iqtisadi əsaslarını çökdürə və ya İslam dininin daha geniş əraziyə yayılmasında əngəllər törədə bilərdi. Nəticədə məhz bu prinsiplər insanlığı köləlikdən və digər haqsızlıqlardan uzaqlaşdırmağa kömək etdi. Din insandan əsasən nə istəyir? Səmavi kitablardan biri olan Quranda bu barədə nə yazılıb? Ədalətli olmağı, hətta valideynlərin və yaxınların əleyhinə olsa belə, Ən-Nisa 135, doğru danışmağı və doğru şahidlik etməyi, ölçüdə çəkidə aldatmamağı, günahsız insanı öldürməməyi, yalan və haqsızlıqdan uzaq durmağı, hakimləri pulla ələ almamağı və s. Bu və buna bənzər yüzlərlə prinsip müasir dövlətlərin hüquq sistemlərinin əsasını təşkil edir. Qətl, oğurluq, yalan şahidlik qadağan olunur, mülkiyyət və şəxsi azadlıq qorunur, ədalətli məhkəmə sistemi qurulur. Əgər din dövlətdən tam ayrı olsaydı, dövlətlər bu prinsipləri qanunlaşdırmamalıydı. Amma reallıq tam əksini göstərir. Dövlətlər bu dəyərləri məcburi hüquqi norma kimi tətbiq edir və cəza tədbirləri görür. Din isə bu prinsipləri məcbur etmir. Quranda açıq bildirilir. Dində məcburiyyət yoxdur. Əl-Bəqara 256. Din sadəcə xəbərdarlıq edir. Quran, Sad 87. Bu Quran aləmlərə ancaq xatırlatmadır. Quran xatırladır ki, əgər bu dəyərlərdən uzaqlaşsanız, sosial ədalət pozular, cəmiyyətlər parçalanar, dövlətlər süquta uğrayar, insanlıq, bəşəriyyət məhvə sürüklənər. Tarix də bunu təsdiqləyir. Ədalətdən, əxlaqi dəyərlərdən uzaqlaşan cəmiyyətlər, dövlətlər və imperiyalar bir-bir çöküb. Burada sual verə bilərsiniz ki, əgər din belə mülayim yanaşırsa və dində məcburiyyət yoxdursa, o zaman Məhəmməd Peyğəmbərin dövründə niyə qarşı durmalar yarandı? Məhəmməd Peyğəmbər Allahdan gələn vəhiylərin sadə təbliğatına başlamışdı. O, insanları tək Allaha inanmağa və onun vəhiy vasitəsilə insanlara bəyan etdiyi ədalət, bərabərlik və haqq prinsiplərinə əməl etməyə çağırırdı. Çünki insanların sitayiş etdiyi bütlərin nə belə bir kitabı, nə gücləri, nə də ədalətli qanunları vardı. Vəhyin ilkin dövrlərində belə qarşıdurmaları görmək mümkün deyil. Lakin bu təbliğat gücləndikcə və daha geniş kütlələrə yayıldıqca, o dövrün hakim təbəqəsinin siyasi və iqtisadi maraqlarına toxunmağa başladı. Bundan sonra Peyğəmbərə qarşı zorakılıq başladı. Hətta onu öldürməyə çalışdılar.
Peyğəmbər isə sadəcə müdafiə olunmaq məcburiyyətində qaldı və hicrət etməli oldu. Beləliklə, qarşıdurma yarandı. Bu qarşıdurma səbəbsiz deyildi. Bir tərəfdə Allahdan gələn vəhy vasitəsilə haqqın və ədalətin təbliği, digər tərəfdə isə siyasi-iqtisadi maraqlar və ədalətsiz cəmiyyət. Burada dinin uzaq tarixdə bir çox müharibələrə səbəb olduğunu deyənlər də ola bilər. Ancaq dinin səbəb olduğu müharibələr iddiası çox vaxt şişirdilir. Encyclopedia of Wars'a görə insanlıq tarixində qeydə alınmış 1763 müharibədən yalnız 123-ü, yəni təxminən 7%-i birbaşa dini səbəblərlə bağlı olub. Müharibələrin əksəriyyəti torpaq, güc və sərvət uğrunda aparılıb. Din isə bu maraqları legitimləşdirmək üçün alətə çevrilib. Peyğəmbərlər dövrü istisna olmaqla, həm də tarixdə din adı altında baş verən qarşıdurmalar çox vaxt dini biliklərin zəifliyindən və ya səmavi kitabların yanlış yozumundan qaynaqlanıb. Bu, dinin mahiyyətindən deyil, insanın səhvindən irəli gəlib. Belə qarşıdurmalar bugünümüzdə də mövcuddur. Burada əsas sual yaranır. Din dövlətdən ayrıdır deyilərkən, dinin hansı forması nəzərdə tutulur? Əgər din yalnız ritual və mərasimlərdən ibarət kimi təqdim olunursa, əlbəttə ki, belə bir dinin dövlət idarəçiliyində nə kimi rolu ola bilər? Əgər din haqq, ədalət və insan ləyaqəti deməkdirsə, onu dövlətdən ayırmaq mümkün deyil, çünki dövlətin istəyi elə budur. Yoxsa din dövlətdən ayrı olmalıdır deyərkən, dövlətin konkret bir dini rəsmi ideologiyaya çevirməsi və digər inancları istisna etməsi təhlükəsindən söhbət gedir. Əlbəttə ki, bu yol verilməzdir. Çünki səmavi dinlərin bütün bəşəriyyət üçün ortaq dəyərləri, ədalət, dürüstlük, insan həyatının müqəddəsliyi kimi prinsiplər eynidir. Rituallar və ibadət formaları isə bir-birindən fərqlənə bilər. Hər hansı bir dövlət öz vətəndaşlarını konkret bir ritual və ibadət formasını məcburi qaydada yerinə yetirməyə vadar etsə, bu artıq konkret bir dini ideologiyaya xidmət etmiş kimi sayılar. Bəşəri dəyərlər hamı üçün ortaq və məcburi ola bilər. Rituallar isə şəxsi və könüllü qalmalıdır. Digər mühüm nüans da var. Əsrlər boyu din xadimləri bu bəşəri dəyərləri ön plana çıxarıblarmı, yoxsa dini yalnız rituallara indiriblər? Din mərasimlərlə məhdudlaşdırıldıqda, onun cəmiyyət və dövlət üçün gətirdiyi əsas əxlaqi və hüquqi mesaj kölgədə qalır. Beləliklə, əsas problem dinin dövlətdən ayrılmasında deyil, dinin mahiyyətinin necə başa düşülməsindədir. Əgər din yalnız rituallar, mərasimlər və şəxsi ibadətlərdən ibarət kimi qəbul edilirsə, onun dövlət və cəmiyyətlə əlaqəsi zəif və məhdud görünə bilər. Amma din, ədalət, haqq, insan ləyaqəti və məsuliyyət prinsiplərinin ilahi mənbəyi kimi anlaşılarsa, dövlətlər onsuz mövcud ola bilməz. Çünki hüquq sistemlərinin təməli məhz bu prinsiplərdir. Əsrlər boyu din xadimlərinin bu universal dəyərləri ön plana çıxarması cəmiyyətləri inkişaf etdirmiş. Rituallara endirməsi isə dini təsirsiz vəziyyətə salmış, bəzi hallarda qarşı durmalar yaratmışdır. Nəticə olaraq, din dövlətdən ayrı deyil, dövlətlər faktiki olaraq dini mənbələrdən qaynaqlanan bəşəri dəyərlərlə idarə olunur. Sadəcə bunu hüquqi terminologiya ilə ifadə edirlər. İndi əsas sual budur. Din dövlətdən ayrıdırmı, yoxsa biz dini yanlış anlayırıq? Bu suala doğru cavab versək, həm dinin, həm də dövlətin mahiyyətini daha dərindən dərk edərik.